Yəqin ki, sosial şəbəkələrdə gəzinərkən bu tipli videolar qarşınıza çıxıb. Əslində, bu cür görsəllərin valideynlərin izləməsində bir problem yoxdur. Ancaq ki, uşaqların izləməsi onların psixoloji və emosional inkişaflarına birbaşa mənfi təsir göstərir. Nəyə görə? Çünki qidaların bu cür vizuallaşdırılması, hətta onları kəsilən və bişirilən zamanı səs və emosiya ilə dəstəklənməsi uşaqlarda bir müddət sonra həmin qidaya qarşı qorxunun formalaşmasına, sensor həssaslığın artmasına, emosional olaraq güclənməsinə və nəticədə həmin qidadan imtina etməsinə gətirib çıxardacaqdır. Xüsusən də 7 yaşa qədər uşaqlarda mücərrəd təfəkkür tam inkişaf etmədiyi üçün, real aləmlə mücərrəd aləmi bir o qədər ayırt edə bilmədikləri üçün həmin qidaların canlandıqlarını hiss etdiklərini düşünə bilərlər. Bunu düşünən bir uşaqda mən həmin qidanı yeməməliyəm, yediyim zaman ağrıyar, əzab çəkərmiş kimi düşüncələrin formalaşmasına səbəb ola bilər. Ona görə də əziz valideynlər, övladlarınızı sosial şəbəkələrdə izlədikləri kontentlərin düzgün seçilməsinə xüsusi diqqət edilməlidir. İzlədikləri görsəllər onların yaşlarına və inkişaflarına uyğun seçilməlidir.